Gəncədə Lada Granta markalı avtomobil mağazaya çırpılıb. Hadisə Əttarlar küçəsi ilə Nizami prospektinin kəsişməsində qeydə alınıb. İlkin məlumata görə yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxaraq mağazaya daxil olub. Nəticədə avtomobilə və mağazaya ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Aprelin 2-si axşam saatlarında Qazax rayonu Daş Salaxlı kəndi Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumi təhsil məktəbinin binasının giriş hissəsində bir neçə ağlay daşı güclü küləyin təsiri nəticəsində aşaraq qopub. Hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət halı qeydə alınmayıb. Məktəbdən bildirilib ki, təhlükəsizliyin təmin olunması məqsədi ilə həmin giriş müvəqqəti bağlanıb və alternativ girişdən istifadə olunur. Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.